Xoş gördük. ASTV İqtisadiyyata davam edirik. Studiyada mənəm Namiq Əliyev. Bu ilin 6 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 2,5, proqnozdan isə 1,6% çoxdur. Hesabat dövründə vergi daxil olmalarının 7 milyard 67,4 milyon manatı qeyri-neft qaz sektorunun payına düşüb. Bu isə bir il əvvəllə müqayisədə 10,1%, proqnozdan isə 2,9% artıqdır. Bu ilin 6 ayında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 154 milyon 659,6 min manat məbləğində vəsait geri qaytarılıb. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət, tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir. Davam edirik. OPEC Plus ölkələri avqust ayı üçün neft hasilatı artırmaq barədə qərar qəbul ediblər, əziz tamaşaçılar. Bir müddət əvvəl könüllü şəkildə hasilatı azaldan 7 OPEC Plus ölkəsi, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman indi kvotanı gündəlik 188 min barel artırmaq qərarına gəliblər. Gələn ay OPEC Plus ölkələrinin ümumi neft hasilatı kvotası gündəlik 36 milyon 19 min barel təşkil edəcək. Bu barədə Reuters agentliyi məlumat yayıb. Nəşrin xəbərinə görə kvotaların artırılması yekun qərarın ən çox ehtimal olunan variantları sırasındadır. Bu, mart ayından bəri istehsalı artıra bilməyən OPEC Plus ölkələrinin ilk qərarı olacaq. Çünki yaxın şərqdə baş verən hadisələr indiyədək buna imkan vermirdi. OPEC Plus ölkələrinin hasilatı artırmaq qərarı gözlənilən idi, amma hazırki məqamda bazara elə təsir eləmir. Çünki Hörmüz boğazının bağlanmasından və sonraki açılmasından sonra OPEC Plus ölkələrində hasilat əhəmiyyətli şəkildə artmayıb. Əgər müharibə başlamamışdan öncə, yaxın şərqdəki müharibədən öncə OPEC Plus ölkələrinin hasilat həcmi təqribən 43 milyon barel idisə gündəlik, mayın 31-nə olan rəqəm 33 milyon bareldir. Yəni tədricən artım prosesi gedir. Yəni boğaz açılan kimi dərhal hasilat və ixracat o qədər artmayıb. Ötən günlərdə isə neft qiymətləri yaxın şərq münaqişəsinin başladığı dövrün səviyyəsinə qayıdı. Buna səbəb qlobal iqtisadi artımın zəifləməsi və bu fonda Çinin neft istehlakını azaltmasıdır. Eyni zamanda OPEC Plus-a daxil olmayan ölkələrin hasilatı kəskin artırması kimi məsələlər də bazarda neft bolluğu yaradır. OPEC Plus ölkələri bazarda öz mövqelərini bərpa eləməyə çalışırlar. Çünki hasilatı azaltmaq və Hörmüz boğazının ətrafında baş verən proseslər dünya neft bazarında onların payına azaldıb. Eyni zamanda da Birləşmiş Ərəb Əmirliklərinin bu təşkilatdan çıxması OPEC Plus-un əvvəlki gücünü də zəiflədib. OPEC Plus ölkələrinin növbəti iclası avqustun 2-sində keçiriləcək. Qeyd edək ki, Azərbaycan da daxil olmaqla OPEC Plus-da 10 hasilatçı ölkə təmsil olunur. OPEC Plus əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır. Əli Rızayev, Elnarə Həsənova, ASTV İqtisadiyyat. ASTV İqtisadiyyata baxırsınız. əMTə bazarlarında əsas diqqət enerji və qiymətli metallardadır. Neft qiymətləri cüzi ucuzlaşıb. Bu artım bazarda tələbin qorunması və geosiyasi risklərin hələ də gündəmdə qalması ilə izah olunur. Azərbaycanda da artım daha nəzərə çarpandır. Təbii qazda isə zəif bahalaşma var. Bu isə mövsümi tələbat və enerji bazarında gözləntilərlə bağlıdır. Qızıl və gümüşün bahalaşması investorların təhlükəsiz aktivlərinə marağının artdığını göstərir. Xüsusilə gümüşdə artım daha yüksəkdir. Çünki həm investisiya, həm də sənaye tələbi bu metalı dəstəkləyir. Gəlin monitora nəzər salaq. Bəli, monitordan da göründüyü kimi əMTə qiymətlərində, enerji qiymətlərində cüzi artım müşahidə olunmaqdadır. Bugün Brent alıcılara 72 dollar 35 sentə təklif olunub. Əziz tamaşaçılar, WTI isə 68 dollar 78 sent. Burada 0,12% artım qeydə alınıb. Azərbaycanda daha çox nəzərə
üzrə çarpan artım var, 1,56% və Azerlight neftimiz alıcılara bugün $72.93 təklif olunub. Təbii qazın qiymətində 0,41% artım var, qızılın qiymətində 0,77% artım var, gümüşün qiymətində isə 1,80% artım var və ticarət günü $62.16 yekunlaşıb ki, az öncə səbəbləri də izah etdik. Bu, gümüşün həm sənaye materialı kimi cəlb edici olması, həm də investorların təhlükəsiz liman aktivlərinə daha çox meyil göstərməsi ilə əlaqədardır. Qlobal İnvestisiya Bankı Goldman Sachs bu ilin 4-cü rübü və 2027-ci il üçün alüminium qiymətləri ilə bağlı proqnozunu aşağı salıb. Bank bu qərarını yaxın şərqdən təklif gözləntilərindən daha sürətlə bərpa olunması ilə əsaslandırıb. Analitikləri 4-cü rüb üzrə proqnozu 1 ton üçün $3,200-dan $2,950 endirməsi məsələsi düşündürür. Bank hesablamalarına görə ehtiyatlar 2027-ci ilədək yenidən formalaşacaq ki, bununla da alüminium əritmə zavodlarının marjalarının son dövrdəki yüksək səviyyələrdən normal həddə qaytarılması mümkün olacaq. Banklar artıq yalnız pul köçürməsi, kredit və əmtəə xidmətləri göstərən maliyyə institutları deyil, əziz tamaşaçılar. Dünyanın rəqəmsal transformasiya bank sektorunun simasını dəyişir. Xüsusilə Hong Kong təcrübəsi göstərir ki, Digital First modeli bankları texnologiya mərkəzlərinə çevirir. Bəs bu model nə vəd edir və Azərbaycanın bank sektoruna hansı imkanları yaradır? Hong Kong dünyanın aparıcı beynəlxalq maliyyə mərkəzlərindən biri olmaqla yanaşı, rəqəmsal bankçılıq sahəsində də qabaqcıl təcrübəyə malikdir. Burada banklar xidmətlərini əsasən rəqəmsal platformalar üzərindən təqdim edir. Filial olmadan, şöbə olmadan onlayn platformalar üzərindən xidmətlərin göstərilməsi, daha tez kreditləşmə ilə bağlı qərarların verilməsi, mobil tətbiq istifadəçilərinə asan application formalarının edilməsi, süni intellektdən istifadə edərək birbaşa cavab verilməsi kimi və buna oxşar alətlərdən istifadə olunur. Bu, həm də fintechlərin geniş bir şəkildə tətbiqinə imkan yaradır. Bu təcrübədən Azərbaycan da istifadə edə bilər. Çünki rəqəmsal bankçılığın genişləndirilməsi, açıq bankçılıq ekosisteminin inkişafı, süni intellekt həllərinin tətbiqi və kiber təhlükəsizliyə investisiyaların artırılması sektorunun rəqabət qabiliyyətini gücləndirir. Bununla yanaşı fintech şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və innovativ maliyyə məhsullarının hazırlanması və müştəri təcrübəsinin daim təkmilləşdirilməsi gələcəyin bank modelinin əsas elementi sayılır. 2027-2030-cu illər üzrə dövlət proqramlarında da öz əksini tapdığını görürük. Məsələ bundan ibarətdir ki, Azərbaycanda hal-hazırda, yəni bu istiqamətdə işlər gedir. Artıq bəzi banklarda görürük ki, biz süni intellektdən istifadə edirik, süni cavablandırma sistemlərindən istifadə olunur. Gələcək gözləntilərdən biri də ondan ibarətdir ki, artıq filiallar, şöbələrin vasitəsilə xidmətin sayının azaldılması və bunu onlayn xidmət üzərinə həyata keçirilməsi, mobil tətbiqlərdən bunun həyata keçirilməsinin gücləndirilməsi məsələləri gedir. Bu dəyişikliyin arxasında duran əsas məqsəd maliyyə inklüzivliyini artırmaq və insan müdaxiləsini minimuma endirməkdir. Rəqəmsal infrastrukturu güclü olan banklar çevik qərarlar verir və riskləri daha da idarə edə bilir. Gülşənə Mahmudova, ASTV İqtisadiyyat. Valyuta bazarında dollar mövqeyi əsasən güclənib. Avro-dollar qarşısında bir qədər zəifləyib. Bu, investorların ABŞ dollarına qayıdışı və Avropa iqtisadiyyatı ilə bağlı ehtiyatlıq gözləntilərlə əlaqələndirilə bilər. Funt-dollar məzənnəsi isə sabit qalıb. Dollar, türk lirəsi, rubl və yuan qarşısında bahalaşıb. Bu isə inkişaf etməkdə olan bazar valyutalarına münasibətdə dolların daha güclü mövqedə olduğunu göstərir. Gəlin, monitora nəzər salaq. Bəli, avro-dollar cütlüyü, burada geriləmə var. Avro-dollar qarşısında geriliyib və 0,5 səviyyədə faiz səviyyəsində qərarlaşıb. Funt-sterling dollar sabit qalıb, 1,34 səviyyədə qərarlaşma. Dollar türk lirəsi qarşısında möhkəmlənib, 46,82 səviyyədə qərarlaşıb. Dollar rubl qarşısında da möhkəmlənib, 77,62 səviyyədə möhkəmlənmə. Çin yanı qarşısında da 0,24 faiz səviyyəsində qərarlaşmanın şahidi oluruq. Azərbaycan manatı sabit qalıb, 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 94 qəpik, 100 rus rublu 2 manat 20 qəpik.
qəpik, Türk lirəsi 3 qəpik, Çin yuanı isə 25 qəpik civarında ticarət olunub. Kriptovalyuta bazarında əsas rəqəmsal aktivlər üzrə azalma müşahidə olunur. Bitcoin 2%-dən çox ucuzlaşıb. Bu geriləmə daha çox investorların riskli aktivlərdən qismən çıxması və son artımdan sonra mənfəət götürməsi ilə izah oluna bilər. Ethereum'da da eniş var, amma azalma Bitcoin ilə müqayisədə daha zəifdir. Binance Coin isə 2,4%lik geriləmə ilə mənfi zonadadır. Gəlin monitora nəzər salaq. Görüldüyü kimi əsas aparıcı kriptovalyutalar qırmızı diapazonda qərarlaşıblar. Bitcoin kriptovalyutaların flaqmanıdır. 61.353 dollarla ticarət gününü yekunlaşdırıb. Ethereum'un qiymətində də biz geriləmə görürük. 27 dollarlıq geriləmə, faiz ifadəsində 1,51% geriləmədir və 1739 dollara ticarət olunub Ethereum bugün. Binance Coin'da da biz 14 dollarlıq geriləmə görürük. Faiz ifadəsində 2,40% və ticarət günü 572 dollarla yekunlaşıb. Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunur. ABŞ-da Dow Jones-un artımı daha çox ənənəvi sənaye və maliyyə sektorlarına marağın güclənməsi ilə bağlıdır. S&P 500 isə demək olar ki, dəyişməz qalıb, çünki investorlar növbəti makroiqtisadi siqnalları gözləyirlər, əziz tamaşaçılar. Nasdaq 100-də azalma texnologiya səhmlərindəki satışla izah olunur. Avropada DAX 100-ü bahalaşıb, FTSE 100 isə zəif geriləyib. Yaponiya bazarlarında Nikkei demək olar ki, sabit qalıb. Gəlin monitora nəzər salaq. Amerika Birləşmiş Ştatları indeksləri S&P 500 7483 bənddə qərarlaşma var. Dow Jones-da 595 bənd geriləmə var, sənaye indeksidir və 52900 bənddə qərarlaşma. Nasdaq 100-də isə 207 bənd geriləmə və 25833 bəndlə ticarət günü yekunlaşıb. DAX Avropa indeksində biz artım görürük. 0,17%, FTSE 100-də isə geriləmə var. 0,36% Nikkei 225 Yaponiya indeksi. Biz burada da 6 bənd geriləmə görürük və ticarət günü 69738 bəndlə yekunlaşıb. Ayrı-ayrı şirkət səhmlərində fərqli mənzərə var bugün. Apple səhmlərinin bahalaşması texnologiya sektorunda bu şirkətə marağın güclü qalması ilə bağlıdır. Microsoft da müsbət zonada qərarlaşıb bugün. Burada süni intellekt və bulud xidmətləri üzrə gözləntilər əsas dəstək rolunu oynayır. Amazonda artım daha zəifdir. İnvestorlar şirkətin gəlirlilik göstəricilərinə ehtiyatla yanaşırlar. Tesla səhmlərində isə ciddi azalma var. Bu, elektrik avtomobil bazarında rəqabətin artması və şirkətin satış perspektivləri ilə bağlıdır və bu narahatlıqlarla izah olunur. Nvidia-da geriləmə isə son bahalaşmadan sonra mənfəət götürülməsi ilə əlaqədardır. Gəlin qrafik təsvirə nəzər salaq. Bəli, qrafik təsvirdən də görüldüyü kimi Apple'ın səhmləri bugün alıcılara 308 dollar 63 sentə təklif olunub. 14 dollar 25 sentlik artım var. Tesla'da 31 dollar 81 sent geriləmə və 393 dollar 45 sentə ticarət olunub Tesla'nın səhmləri. Amazonda da artım var, 0,40%, Microsoftda 1,62% artım qeydə alınıb. Süni intellekt nəhəngi Nvidia-da isə geriləmə var. Təxminən 2 dollar 75 sentlik geriləmə və Nvidia-nın səhmləri alıcılara bugün 194 dollar 83 sentə təklif olunub. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Elon Musk'ı SpaceX-in səhmlərini uşaqların investisiya hesablarına bağışlamağa çağırıb. O, CNBC telekanalına müsahibəsində bildirib ki, milyarder bu səhmləri Trump hesabı layihəsinə ianə etsə daha yaxşı olar. Amerika Birləşmiş Ştatları prezidentinin sözlərinə görə Micron Technology və Dell Technologies'in qurucusu Michael Dell də səhmlərini ianə edəcəyini vəd edib. Qeyd edək ki, 2025-ci ilin mayında Respublikaçılar Partiyası hər bir yeni doğulmuş Amerikalı uşaq üçün 1000 dollar məbləğində investisiya hesabının açılmasını təklif edib. Təklifə görə uşaq yalnız 18 yaşına çatandan sonra hesaba çıxış əldə edə biləcək. Daha sonra isə o investisiyaları davam etdirə yaxud yığılan vəsaiti təhsilinə, tibbi sığortasına və ya ilk mənzilinin alınmasına xərcləyə bilər. Belə əziz tamaşaçılar, bugünlük bu qədər. Sağ olun, salamat qalın.